Özümü pis eləməkdən yoruldum. Bu müddət ərzində bir video çəkmişdim. Yolun çökməsi ilə bağlı. Çox keçmədi ki, təkrardan körpü çöktü. Bir sual verim. Keçidi su basır, deyirlər ki, normadan artıq yağış yağıb. Bu normadan artıq yağış təkcə Azərbaycanda yağır, deyəsən. Yeni körpü çəkilir, körpü çökür, körpü uçur. Yeni yol çəkilir, yol çökür. Niyə sualını verməyəcəm? Niyəsi aydındır. Niyəni başqa şəkildə verək. Ay qardaş, bu yolun enindən mi, uzunasından mı, qalınlığından, nəyindən kəsirsiz bilmirik. Amma artıq biabırçı vəziyyətdə axı. Mütəmadi xəbər izləyirəm. Rusiya saytı, yəni ingilis dilli, nə bilim, Türkiyə mediası, Ermənistan yaxud da ki, onların ingilis-türk səhifələri də var. İran, ay qardaş, bu hadisələr niyə ancaq Azərbaycanda daha çox olur? Demirəm, eləməyin. Nə edirsinizsə eləyin. Amma heç olmasa biraz da insaf dinin yarısı da, axı bu qədər dinsiz, bu qədər deistlik olmaz. Axı az biraz saxlayın da, heç olmasa elə eləyin ki, bu yol bir 3 il, 5 il çəksin. Hər yeni yaradılan bir şey necə uçub, necə çökə bilir axı? Heç bunu fikirləşirik biz. Lazımı təhlükəsizlik tədbirləri, lazımı təhlükəsizlik tədbirləri. Elə bir şey eləyin ki, heç bu təhlükəsizlik tədbirlərinə ehtiyac duyulmasın. Bu bizim aybımızdır. Bu inkişaf etməkdə olan bu cür, yenə deyirəm, neft ölkəsi, neft qaz ölkəsinə görə çox ayıbdır. Yenə deyirəm, nədən nə qədər kəsilir, nə yeyinti olur, iddia qaldırmıram, amma nəticə budur da. Sən mənə denən ki, iddia qaldırma, yeyinti yoxdur. Yaxşı, yeyinti yoxdur, mən sustum, mən səhvəm. Bəs bu niyə çökür? Axı ölkə prezidenti hər dəfəsində milyonlar ayırır. Bu tikinti işlərinə, məktəb tikintisinə olsun, məscid tikintisinə olsun, yol tikintisinə olsun, körpü tikintisinə olsun, nə bilim, yeraltı keçidləri olsun, pullar ayrılır axı. Bu pullar hardadır? Ay halal xoşunuz olsun, amma elə eləyin ki, bu yollar heç olmazsa 3-5 il çəksin də. Vallahi utanırıq. Mən demək olar ki, son 1-2 ay ərzində, ay yarım 2 ay ərzində neçə yeni çəkilən yol çökməsi xəbərini vermişəm. Vallahi mən deməkdən utandım, aidiyyatı qurumlar eləməkdən utanmadı.